Deyir, Çində bir evli cütlük var imiş. Uzun müddət bunların uşağı olmur. Nəhayət, kişinin 55 yaşı olanda bunların bir oğul evladı olur. Çox sevinirlər bu uşağın olmasına. Sevincləri çox uzun çəkmir. Bu kişinin arvadı avtomobil qəzasında həlak olur. Ata bu öz körpəsinə həm ana, həm ata olur. Həm də çox gözəl atalıq, analıq edir. Onun qayğısını çəkir, öpüşlərə qərq edir. Onunla vaxtını keçirir. Onun hər cür qayğısına qalır. Deyir, vaxt tez keçər. Vaxt olur, oğlan böyüyür, evlilik yaşına çatır. Kişi bu oğlunu evləndirir. Çin adətlərinə görə oğlan yoldaşını da götürüb başqa yerdə yaşamağa gedir. Amma gedərkən atasına telefon tipli bir qurğu düzəldir. Atası hər gün bu qurğu vasitəsilə knopkaya basaraq oğluna mesaj göndərir ki, mən sağam, ölməmişəm. Uzun müddət oğlan atasına baş çəkməz, ondan xəbər tutmazdı. Atası çox yaşlı olduğundan artıq gün gəlir, o ayağa qalxa bilmir. Belə olur ki, bir gün, 3-4 gün ardıcıl oğlana mesaj gəlir tez-tez. Ancaq oğlan buna fikir vermir, saymamazlıq edir. Belə olur, bir gün oğlan atasının yaşadığı məmləkətə getməli olur. Deyir, həm ora gedərəm, həm də atamı ziyarət edib bir hal-əhval tutaram. Gəlir atasının yaşadığı diyara, atasının evinə gəlib çıxır, qapını açıb içəri girir. Qapını açıb içəri girəndə çox pis, üfunətli iy bunu vurur. Ağız burnunu tutaraq birtəhər içəri girir. İçəri girəndə nə görsə yaxşıdır. Atası öz yatağında qalmış, artıq qaralıb çürüyür. Köpəyi də onun yanında onun keşiyini çəkir. Oğlan bu vəziyyətə peşman halda atasının yatağına yaxınlaşır. Görür ki, yatağın üstündə bir məktub var. Açır məktubu oxuyur. Atası oğluna yazır. Ey oğul, mən bir öpücüklə köpəyimə sənə mesaj yazmağı öyrətdim. Axırda elə bir hala gəldim ki, artıq ayağa durub
sənə mesaj göndərə bilmirdim. Bunu köpəyimə öyrətdim. Köpəyim gəlib sənə mesaj göndərirdi ki, mən sağam, ölməmişəm. Hər mesajı göndərəndən sonra köpəyim mənim yanıma gəlirdi. Mən onun üzündən öpürdüm. Beləliklə bir öpücüklə köpəyim hər gün sənə mesaj göndərirdi. Çox təəssüflər olsun ki, bir öpücüklə mən köpəyimə sənə mesaj göndərməyi öyrətdim. Amma öz evladıma minlərcə öpüş verdim. Onu oxşadım, boya başa çatdırdım. Onun mənim qayğıma qalmasını öyrədə bilmədim. İndi ey cavanlar, sözüm sizədir. Evinizdə olan yaşlıların qədrini bilin. Onlara qayğı göstərin. Qayğılarını çəkin. Çünki vaxt gələcək, siz də yaşlanacaqsınız. Siz də onlar kimi qocalıb əldən düşəcəksiniz. Sizin də kiməsə ehtiyacınız olacaq. Onda sizin də evladlarınız sizin qayğısına qalacaq. Evladlarınızın sizin qayğınıza qalması üçün onlar gözünü açıb sizin evdə valideynlərinizə necə münasibət göstərməyinizdən asılıdır. O bizim bir misal var. Deyər, nə atarsan aşına, o da çıxar qaşığına. İndi siz də böyüklərə necə münasibət göstərirsinizsə, evladlarınız da sizə həmin münasibəti göstərəcək. Diqqətinizə görə sağ olun.